Mən musiqi ilə yəni 6 yaşımdan məşğul olmağa başlamışam. Azərbaycan Milli Konservatoriyasının Musiqi Tarixi və Nəzəriyyəsi fakültəsi musiqi müəllimliyi ixtisasına qəbul olmuşam. Azərbaycan xalq musiqisinin tədrisinə həsr olunmuş müsabiqədə laureat olmuşam. Qara Qarayevin yaradıcılığına həsr olunmuş müsabiqədə də diplomant olmuşam. Daha sonra isə Əlillərin Ümumrespublika baxış müsabiqəsində birinci yerə layiq görülmüşəm. Müslüm Maqamayevin xatirəsinə həsr olunmuş festivalda da iştirak etmişəm. Orada birinci yeri tutmuşam. 2022-ci ilin yanvarından etibarən artıq mən bu mərkəzə gəldim. Burada təlimlərə yazıldım. Burada artıq təlimçi olaraq çalışıram. Benefisiarlara qarmonun sirlərini öyrədirəm. İnam, istək, məqsəd varsa, bu işi həyata keçirtmək və bu işə nail olmaq mümkündür.